İnvestasiya şirkəti sizi salamlayır. Maliyyə bazarlarında avro dolların məzənəsi 1.0570 səviyyəsindən ticarət edilməkdədir. Avro dollar cütlüyünün qiyməti 1.0617 səviyyəsi üzərinə qalxarsa, əlavə olaraq 1.0660 və 1.0730 səviyyəsinə kimi baxlaşa biləcəyi proqnozlaşdırılır. Dollar lirə cütlüyünün qiyməti isə gözlənildiyi kimi 3.60 səviyyəsinə kimi baxlaşıb. Məzənə 3.59 səviyyəsi üzərində qaldığı müddətdə 3.64 səviyyəsinə kimi də baxlaşa bilər. Enerji bazarlarında isə Avropanın Brent markalı neftin bir barelinin qiyməti cümə günü 55.73 səviyyəsinə kimi ucuzlaşa bilib. Buna baxmayaraq, bugün səhər saatlarında neftin qiyməti yenidən 56.30 səviyyəsinə kimi bahalaşıb. Brent markalı neftin bir barelinin qiyməti 56.50 səviyyəsi üzərinə qalxacağı təqdirdə 57.07 səviyyəsinə kimi də bahalaşa bilər. Eyni zamanda bugün Bakı vaxtı ilə saat 19:00-da Amerikanın təkrar daşınmaz əmlak bazarında satış dövrəsi ilə bağlı məlumat açıqlanacaq. Bu məlumat fonunda Forex bazarlarında ticarət aktivliyinin artacağı proqnozlaşdırılır. İnvestasiya şirkəti sizə ticarətinizdə uğurlar arzulayır.